Mən Yazıçılar Birliyinin təbrikini oxuyuram hörmətli Anar müəllimin adı ilə. Hörmətli Vahid Çaylı, sizi, tanınmış şairimizi 70 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirik. Siz 1956-cı ildə aprel ayının birində Şamaxı rayonunun Çaylı kəndində anadan olmuşsunuz. 1973-cü ildə Çaylı kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə daxil olmuşsunuz. Şeirləriniz 1980-ci illərdən dövrü mətbuatda müntəzəm çap olunur. Müxtəlif mövzularda qələmə aldığınız şeirlər böyük oxucu kütləsinin rəğbətini qazanmışdır. Şirvan sorağında ilk şeirlər kitabınız oxucular tərəfindən maraqla qarşılanmışdır. Ədəbi fəaliyyətiniz 2008-ci ildə Şərəf Media diplomuna, 2009-cu ildə isə Qızıl Qələm mükafatına layiq görülmüşdür. Haqqınızda tanınmış şairlər və publisistlər məqalələr yazmış, yaradıcılığınızı geniş oxucu kütləsinə təqdim etmişlər. Redaktoru olduğunuz Ulu Məkan qəzeti, milli mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynamış, insanları birliyə səsləmiş, oxucuların arzu və istəklərini ifadə etmişdir. Sizin müxtəlif illərdə yazdığınız söz qibləgahı, müqəddəs hissin daşıyıcısı, haqqa bağlı şairəm, ürəyimin səsi, ömür cizgiləri, könül nəğmələri və Şirvan sorağında kitablarınızda Azərbaycanın təbii, mənəvi gözəllikləri, sevgi duyğuları, zəhmətkeş insanların həyat eşqi, şəhidlərimizin və qazilərimizin vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar yüksək istedad və səmimiyyətlə tərənnüm olunmuşdur. 2015-ci ildə Çanaqqala zəfərinin 100 illiyinə həsr etdiyiniz Çanaqqala Müzəffər poeması mərdlik ruhunda yazılmış dəyərli bir əsər kimi oxucuların böyük marağına səbəb olmuşdur. Siz 10 ildən çoxdur ki, Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz və prezident mükafatına layiq görülmüşsünüz. Hörmətli Əli Vahid Çaylı, sizi anadan olmağınızın 70 illik yubileyi münasibəti ilə təbrik edir, yaradıcılığınızda yeni uğurlar arzulayırıq. Hörmətlə Anar, Azərbaycan Yazıçılar Birliyinin sədri 2 aprel 2026-cı il. Xahiş edirəm, Əli Vahid Çaylı'nı alqışlayaq.